Rəis sözü ərəbcədən gəlir, mənası başçı, rəhbər, idarə edən deməkdir. İndi isə Məhəmməd Əmin Rəsulzadənin rəislər barəsində çıxışından qısa bir hissəni sizin nəzərinizə çatdırıram. Bizim rəislər cəlladlaşıblar. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə biçarə cəmaatın halında fayda olmaz. Qoyun nə qədər xırıldasa, nalə etsə də qəssab onun naləsinə baxmaz. Öz işi ilə məşğul olub, onun başını kəsib, dərisini soymağa, ətini doğrayıb, təraş etməyə çalışar. Cəmaatı ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Marif, marif, marif. Rəsulzadə bu çıxışını 2 dekabrda 1907-ci ildə Əkinçi qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Zərdabinin məzarı üstündə edib. Marif, yəni bilgilənmək, öyrənmək, savadlanmaq. Bunu deyib bizə. Bircə yüngül əlavəni eləyim ki, bu maarifçilik dövrünün bir ideyası idi. Mən ona əlavə eləməyi vacib bilirəm ki, həm də cəsarət lazımdır. Maariflənmək və cəlladlardan canımızı qurtarmaq üçün cəsarətli vətəndaş mövqeyi.